Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İranla bağlı vəziyyətin dəyişdiyini, Tehranın razılaşma axtardığını deyib. İran ətrafında yerləşdirilən hərbi qüvvənin Venezuela yaxınlığındakı qüvvələrdən daha çox olduğunu deyən Trump bildirib ki, diplomatiya yolu açıqdır. Onlar, İran, razılığa gəlmək istəyirlər, dəfələrlə zəng ediblər. Abraham Lincoln təyyarədaşıyan gəmisinin İran zonasına çatdığı vaxt Trumpın verdiyi bu açıqlama Vaşinqtonun 2 mərhələli planının olduğu fikrini önə çıxarır. İlkin mərhələdə hədəf danışıqlar masasında rejimin təslim edilməsidir. İran nüvə raket və nüvə proqramından, eləcə də proksi qüvvələri dəstəkləməkdən imtina edir. Ölkədə idarəçilik müəyyən qədər olsa da, dünyəvi sistemə keçir, mövcud rejim vitrindən çəkilir. Tehranın qarşısına qoyulan tələbləri bu kontekstdə qiymətləndirmək olar. İran ətrafına qüvvələrin toplanmasının ilkin hədəfi də rejimi masada təslim olmağa məcbur etməkdir. Rəsmi Tehran hərbi müdaxilənin qarşısını almaq, İranın bütövlüyünü saxlamaq və rejimin imicini xilas etmək məqsədi ilə masaya əyləşə bilər. Vaşinqtona dialoq mesajı göndərənlərin rejim daxilində müzakirə tərəfdarı olan müəyyən qrupun olması da istisna edilməməlidir. Hərçənd İran rejiminin xarakteri Amerikanın radikal tələblərini qəbul edəcəkləri ehtimalını azaldır, bu baxımdan dialoq istəkləri daha çox zaman qazanmaq məqsədi kimi görünür. Bunu anlayan Vaşinqtonun dialoq və hücum taktikasını tətbiq etməsi mümkündür. Müzakirələr başlaya, İran tələblər qarşısında tərəddüd edəcəyi təqdirdə zərbələrlə endirilə bilər. Masada tərəddüd edən İranın təslim olması üçün ilk hücum kiçik miqyaslı ola və konkret hədəflərə, hərbi siyasi rəhbərlik, eləcə də hərbi strukturlar yönələ bilər. İrana hərbi müdaxilənin miqyasının rejimin seçimindən, təslim olması yaxud müqavimət göstərməsindən asılı olacağı görünür. Rejimin dirənməsi geniş miqyaslı hücumu şərtləndirəcək. İrana geniş miqyaslı müdaxilə ssenarisində proksi qüvvələrə qarşı paralel əməliyyatın keçiriləcəyi də gözləniləndir. Siyasi şərhçi Asif Nərmallı.